Bağışlayan və mehriban Allahın adı ilə. Əbasəlt Debəl Xəzainin belə buyurduğunu deyir. Bir şeir yazmışdım. Onu İmam Rıza əleyhissalamın huzurunda oxudum. Şeirin bu hissəsinə yetişdi. Allahın izni ilə o mehriban imamın zuhuru baş verəcək. Onun zuhuru Allahın çoxlu bərəkətləri ilədir. Bizim aramızda olan haqq və batili ayıracaq. İnsanları yaxşılığa dəvət edərək pisliklərdən çəkindirəcək. Bu şeiri oxuduğum zaman İmam Rıza əleyhissalam şiddətlə ağlamağa başladı. Daha sonra başını qaldıraraq belə buyurdu. Ey Debəl, bu iki beyti Ruhul Qudus sənin dilinlə söyləmişdir. Bilirsənmi bu imam kimdir və haçan qiyam edəcək? Debəl deyir, xeyr ey mənim sərvərim. Mən yalnız eşitmişəm ki, siz Əhl-i Beyt əleyhimussalamdan bir imam zuhur edəcək, zülmlə dolan dünyanı ədalətlə doğrulacaq və onu çirkinlikdən paklayacaq. Daha sonra Həzrət buyurdu, məndən sonraki imam oğlum Muhammeddir. Muhammeddən sonraki imam oğlu Əlidir. Əlidən sonraki övladı Həsəndir. Həsəndən sonraki imam isə Həzrəti Məhdi Əccəlallahu Teala Fərcəhuş Şərifdir. O qeybdə olan zaman insanlar onun intizarını çəkəcəklər. Zuhur edən zaman isə ona itaət edəcəklər. Əgər dünyadan bir gün qalmış olsa belə, Allah həmin günü o qədər uzadacaq ki, İmam Məhdi zuhur etsin və zülmlə dolmuş dünyanı ədalətlə doldursun.